Salam, hər vaxtınız xeyir olsun, dəyərli kanal izləyicilərimiz. Bugün sizlərin xahişi ilə şəxsi tikili həyət evi deyirdiniz. Bu da şəxsi tikili həyət evidir. Dəyərli izləyicilər, gördüyünüz kimi evimizin xarici görünüşüdür. Ev ümumi 6 sot torpaqda tikilib, tam əşyalı satılır. Kupçalı bir evdir, ipotekaya yararlıdır dəyərli izləyicilər. Evin də qiymətini videomuzun irəliləyin dəqiqələrində sizin nəzərinizə çatdıracağıq. Ən əsas odur, kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi unutmayın dəyərli izləyicilər. Evimizin qiymətini sizin nəzərinizə çatdıraq. Evimiz 220 min manata deyilir. Tam kupçalıdır və əşyalı satılır. Əlim yandı qiymətə satılır dəyərli izləyicilər. Bu ərazidə torpağın sotu 30 mindir. Baxın, belə bir həyətində besetqasıdır və besetqanın aşağı hissəsində burada 40 tonluq içməli su üçün izolyasiya olunmuş su baseynidir. Burada gördüyünüz kimi yay mətbəxi quraşdırılıbdır dəyərli izləyicilər. Tavan hissəsidir bu besetqanın. Geniş həyətyanı sahəsi var. Həyətinə 10 maşın rahat şəkildə yerləşir və gördüyünüz kimi də müxtəlif cür bar verən meyvə ağacları var. Ev təcili satılır, tam əşyalı satılır. Kupçalıdır. Evin də daxili videomuzun irəliləyin dəqiqələrində sizin nəzərinizə çatdıracağıq. Və dəyərli izləyicilər, burada yan hissədə həyət üçün burada ayaq yolusudur. Və bu hissədə də gördüyünüz kimi burada boilerdir, kombidir, hamısı burada quraşdırılıbdır. Evin texniki otağı burada yerləşir. Tam kupçalı həyət evidir dəyərli izləyicilər. İndi isə keçək evimizin daxilinə də sizlər tanış edək. Buyurun, izləyin. Və evin qarşı tərəfdən arxa hissəsində də həyət üçün bir dənə də mətbəx var dəyərli izləyicilər. Vaxt məhdudiyyəti olduğu üçün sizləri intizarda qoymaq istəmirəm və oranı inşallah çəkə bilmədik, sizə təqdim edə bilmədik. Gördüyünüz kimi burada giriş dəhlizdəyik. İkinci mərtəbəyə qalxan pləkandır. Girişin sağ hissəsində qonaq otağımız yerləşir. Gördüyünüz kimi bütöv əşyalı satılır. Evin içərisində nə əşya var, hamısı evin içərisində qalacaq dəyərli izləyicilər. Tavan hissəsidir. 5-in 8-ə qonaq otağıdır. Bu hissədə mətbəximiz yerləşir. Gördüyünüz kimi mətbəxin də ölçüsü kifayət qədər genişdir. Və birinci mərtəbədə yataq otağı yerləşir. Otaqları işıqlı və genişdir dəyərli izləyicilər. Burada isə birinci mərtəbəyə məxsus hamam otağıdır. Və pləkanın altında da kladovkasıdır. Artıq əşyalarınızı yığa biləcək yerli dəyərli izləyicilər. Pləkan betonla tökülübdür. Üzlənməsi meşə materialından üzlənilib, fıstıq ağacı ilə üzlənilibdir. Hörmətli izləyicilər, qalxaq indi ikinci mərtəbə ilə də tanış olaq. Buyurun, izləyin. Gördüyünüz kimi pləkan genişdir. Çox keyfiyyətlə tikilmiş həyət evidir. İpotekaya yararlıdır dəyərli izləyicilər və ikinci mərtəbənin xoludur. İkinci mərtəbədə girişdən sağda bir yataq otağımız burada yerləşir. Və qarşı tərəfdə də bir dənə otaq oradadır. Dəyərli izləyicilər, içərisində əşyalar olduğu üçün çəkib sizə təqdim edə bilmirəm, üzürlü sayın. Növbəti bir yataq otağımız da burada yerləşir. Və burada da gördüyünüz kimi belə bir gözəl, geniş ikinci mərtəbədə qonaq otağıdır. Burada isə bir yataq otağı da buradadır, desk otaqdır. Qarşı tərəfdə də növbəti bir dənə balkondur. Balkonun çıxışı oradandır dəyərli izləyicilər və növbəti bir yataq otağımız da buradadır. Gördüyünüz bütöv əşya evin içərisində qalır. 220 min manatdır, tam kupçalıdır, ipotekaya yararlıdır. İzlədiyiniz üçün təşəkkür edirik.